Bugün növbəti köç karvanı ilə Xocavəndə çatan ailələrə evlərinin açarları təqdim olunub. Yeni köçən ailələr qarşılandıqdan sonra onlara Mina Təmizləmə Agentliyinin əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Onlara tanımadıkları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyatı dövlət qurumlarına məlumat vermələri tövsiyə olunub. Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Doğma yurtlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə minnətdarlıqlarını ifadə ediblər. Bu mərhələdə Xocavənd şəhərinə 39 ailə, 176 nəfər, Qırmızı Bazar qəsəbəsinə 16 ailə, 63 nəfər, Xanoba kəndinə isə 13 ailə, 60 nəfər köçürülüb.